Həftəlik bürclər, qoçlar, şirlər, oxatanlar 17 avqustdan 24 avqusta doğru nələr gözləyir? Birinci qoçlardan başlayaq. Qoçlar bu həftə o qədər çabalayacaqsınız, amma çabalarınızın heç bir nəticəsini görməyəcəksiniz. Sanki zamanla əlaqədar hər şeyi yarımızda saxlayacaqsınız, hər şeyi boşluqda saxlayacaqsınız. Düşüncə və fikirlərinizdə belə deyim, gedişat olaraq bəzi düşmüş bir vəziyyətləriniz olacaq ki, elə bir alanda olacaqsınız ki, tam istədiyiniz güclənməni vura bilməyəcəksiniz. Beyninizin içərisinə qarşı olacaq planlarınızı apara bilməyəcəksiniz. Bacardığınız qədər insanlarla aqressiv kontaktı qurmayın. Çünki burada elə bir mübahisə yaradacaqsınız. Gözləmədiyiniz insanlarla mübahisə yaradacaqsınız və gözləmədiyiniz formada problem və belə deyim də, daha rəsmi struktur səviyyəsində problemləri gücləndirə bilərsiniz. Qoç bürclər buna fikir verməz. Ailəvizdə və özünüzdə sağlamlıq enerjisi bu həftə düşmüş bir vəziyyətdə olacaq. Ailəvizdəki sağlamlıqla enerjiləri stabilləşdirməyə çalışın. Bu həftə bilirsinizcə, həm maddiyyat yarımçıq vəziyyətdədir, həm şəxsiyyət yarımçıqdır, həm sağlamlıq yarımçıqdır, həm nevroloji sistemimizdə belə deyim də, danışıq olaraq, səbir olaraq boşluqlar çoxdur və özünüzü ifadə edə bilməyəcəksiniz. Amma Qoç bürcünün qadınları bu həftənin sonlarına doğru, ayın sonlarına doğru, bu həftədən başlayaraq ayın sonlarına doğru pul maddiyyat şanslarınızı bərpa eləməyə, özünüzü güvənli, belə deyim də, inamlı şəkildə, belə deyim, çox belə özgüvənli şəkildə aktivləşdirməyə bacaracaqsınız. Amma bu həftə qurduğunuz planlar, danışıqlarınız, hər bir addımlarınız, hər biri belə deyim də sizin enerjilərinizi passiv vəziyyətə salacaq, aktivləşə bilməyəcəksiniz. Elə bil ki, yığılıb boşluq bir vəziyyətinə qalacaqsınız. Ümumi enerjiniz 69-71% qədər uğurludur. Şir bürclərinə gələndə isə Şir bürcünün keçmişin küləyi sizə gələcək. Keçmişdən yarımçıq saxladığınız şəxsiyyət, keçmişdən yarımçıq saxladığınız münasibətlər, keçmişdən yarımçıq saxladığınız iş, pul problemləri, kontaktda qurduğunuz insanlar narahatçılıqları önə çəkiləcək. Bu həftə insanlara konkret olaraq şəxsiyyətlə əlaqədar ətrafınızda olan insanlara bir sərhə çəkəcəksiniz. Hər kəsi öz yerinə tuturacaqsınız. Sərt səbirsiz danışıqlarınız, özünüzün idarə edici qüvvəniz, keçmişdən yarımçı saxladığınız bəzi maddi-sal sənəd sürən problemləriniz hamısı aktivləşəcək. Amma bu həftə Şir bürclər daha çox uşaq kimi olacaqsınız. Diqqət, nəvaziş, aktivləşmə istəyəcəksiniz. Həftə gərgin olacaq, həftə əsəbi olacaq. Elə bir vəziyyətdə olacaqsınız ki, sanki gücünüz, əsəbiyyətiniz dözməyəcək, amma özünüzü yenilənmiş bir vəziyyətdə salmağa çalışacaqsınız. Belə deyim də, özgüvənli özünüzü aparmağa çalışacaqsınız. Qorxularınızın bəzi məqamda öhdəsindən gələ biləcəyiniz bir həftə olacaq Şir bürcləri. Ən çox da maddi saldan çox şəxsiyyətlə əlaqədar bəzi problemləriniz olacaq ki, bu ailəvizdə valideynlərinizlə də əlaqədar sağlamlıqla bəzi narahatçılıqlar olur ki, qorxularınızı daha çox aktivləşdirəcək. Həftənizi düzəltməyə çalışsanız, maddi-sal şansınız zaten ətrafınızda olacaq və dəstək çox güclü şəkildə evrənin dəstəyi, güclənməsi sizin üzərinizdədir. Ümumi dəyərləndirsək, 74%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, amma səbir və şirlər özümə də aiddir, səbir. Oxatanlara gələndə isə oxatanlar bu həftə biraz ümidsüz, biraz elə bir qəlbiniz qırılacaq, amma zaman keçici qüdrətiniz, zaman keçici gücünüz, qərarlarınız, öz idarəniz güclənəcək. Bu həftə ən çox da belə deyim də, qırağın təsir nəticəsində qəfəsə salmağa çalışacaqlar, amma mükəmməl şəkildə bu qəfəsdən çıxmağa bacaracaqsınız. Ailə ilə, özünüzlə əlaqədar bəzi narahatçılıqlarınız olacaq. Ümumiyyətlə, o ünsürlər bu həftə sizin sınağınız, ailəniz və kontaktda qurduğunuz insanlarla bağlı münasibətdə olan problemlər və yarımçıqlar olacaq. Gücünüzü daha da zəiflədəcək. Amma maddisal şanslarınız, özünüzü qabağa çəkməklə bağlı, qəfəsdən qırmaq, istəklərinizi həyata keçirtmək, zamanın idarəsi, hamısı sizdə var. Boyun, bir də çanağa doğru narahatçılıqlar, mədə bağırsaqda olan narahatçılıqlar, diz qapaqlarınızda olan narahatçılıqlar, oxatanlar daha çox aktivləşə bilər bu həftə. Bunları daha çox gücləndirməz. Bu həftə dünyanı əl almağa istəyəcəksiniz. Mən dünyanı əl almaq istəyirəm. Dünyanı özüm istədiyim kimi gücləndirmək istədiyiniz istəkləriniz olacaq və bu enerji sizdə var. İstifadə edin və həftənizi gücləndirməyə çalışın. Çünki 82%-ə qədər şanslarınız açıqdır, oxatan bürclər.